2 günlük Şəki turumuzdan hər kəsə salamlar. Payızı harda hiss edə bilərik dedi və Şəkiyə yollandıq. Qalmaq üçünsə marxalı Rizot və Spanı seçdik. Şəkiyə gələn hər kəs kimi əşyalarımızı yerləşdirib hazırlaşıb getdik Kərvansaraya. Əvvəldə 2 dəfə burada olduğumuz üçün içəri girmədik. Səhər 7-dən yollardaydıq və 4-ə kimi heç nə yemədiyimiz üçün yollandıq restorana. Restoran seçimimiz də təbii ki Qaqarin oldu. Burada ilk öncə mənzərənin gözəlliyi ilə gözümüzü doyurub, daha sonra başladıq sifarişlərimizdən. Bacım gəlmədən neçə gün öncədən səni Qaqarinə aparacağım, mütləq sifarişin dadına baxarsan deyirdi. Yaxşı ki də sınadım, möhtəşəm ləzzət idi. Sifarişə soya südünün qaymağından hazırlanır, faydaları isə saymaqla bitməz. Qarışıq turşu, çoban salatı, piti, lülə və quzu maça digər sifarişlərimiz oldu. Maça çox da sevəcəyim dad deyil, amma digərləri əfsanə idi. Təbii ki, xüsusilə də piti. Ümumi hesabsa içki, yemək, salat və servis haqqı ilə birlikdə 40 manat etdi. Yeməkdən sonra həm yediklərimizi həzm etmək, həm də Şəkinin sakit arxa küçələrini kəşf etmək üçün gəzməyə çıxdıq. Gəzə-gəzə gəlib çıxdıq 18-ci əsrə aid Xan məscidinə. Həyəti o qədər gözəl idi ki, təəssüf ki, bağlanış saatına çatdığımız üçün daha çox gəzə bilmədik. Şəkiyə yolunu düşsə, məncə mütləq getməlisiniz. Birinci günü burada bitirib market alış-verişimizi edib, yollandıq otelə istirahət etməyə. İkinci gündə görüşənədək hələlik.